Herkese salam. Sizi yenə də belə bir qəşəng gündən salamlayıram. Buranı istəyirəm təmizləyim. Bilirsiniz də dünən o birisi videoda var ki, xalça kuxnadakı daroşka deyim, xalça deyim, onu yumuşam vannada. İndi istəyirəm onu bura asım ki, o tez qurusun. Burada da maşınkaya qara paltarlar qoymuşam. Maşınka məndə balkondadır və bu çox rahatdır. Xalça da elə burada da istəyirəm balkon qəşəngcə yum və görürəm ki, hələ ki su biraz axır xalçadan. O uşaq axşamdan oradaydı da. Qoydum ki, su hamısını axsın. Baxın nə gözəllikdir bu. Elə xoşlayıram ki, evdə güllər olsun və o güllər də gül açsın. Ev tərtəmizdir, maşallah. Dünən qəşəng axşam təmizləmişəm. Bilirəm ki, bugün bütün gün ev təmiz qalar. Amma məndə bir bu xalçanı istəyirəm asım. Amma hava biraz küləklidir. Qorxuram bəlkə də. Yəni nəsə olar da 7-ci mərtəbədəyik. Aşağıda uşaqlar oynayırlar, bağça var, bir balaca bağça var orada. Uşaqlar burada gəzirlər isti gün olanda. Qorxuram, bilmirəm nə tarasaram. Qoymuşam ki, su süzülsün. Qorxuram. Anam həmişə deyirdi ki, hansı ki paltar çox belə qalır günəşdə, ondan iyi gələ bilər də. Mən də elə ondan qorxuram ki, iyi gəlməsin. Amma indi nətərsə elə eləmək olar ki, onu gərək mən asım. Nəsə eləyərəm ki, onu asım da orada, bilmirəm nə eləyərəm da. Baxın, indi istəyirəm asmağa. Amma çox küləkli idi. Orada asa bilmədim. Mən də sizə göstərmədim də nə tərasdım. Evdən, kuxnadan stullar getirdim. Hələ balkonun özünün içində astım. Qorxdum nəsə olar. Yəni uçar gedər. Bu Bakının küləyi bilirsiniz də. Bir çətinliklə bunu bura asmaq istəyirdim, amma yenə də alınmadı. Bunu gətirdim kuxnadan. Nə var, stullar, tabletka getirdim. Hələ balkonun içinə qoymuşam ki, qorxdum yenə də külək bərkləsə uçardı da mənim xalçam. Burada girdim uşa hamama, istəyirdim axşam təmizləyim, amma qoymuşam, dedim ki, səhər uca tezdən təmizləyərəm, çünki çox yorulmuşdum, çox iş görmüşdüm. Axşamda qəşəngcə xlor tökdüm, qəşəngcə indi təmizləyərəm və keçərəm o birisi işlərimə. Uşaqları da gətirmək lazımdır məktəbdən. 12-dən 1-dən sonra mən heç nə eləyə bilmirəm. Çünki uşaqlar məktəbdən gəlir, onları yedizdirirəm, yemək verirəm, qabları yuyuram, yerlərinə qoyuram. Sonra başlayır dərs oxuyuruq. Sonra idmana gidirik belə. İkincisi mən buraxır, onu gətirirəm. Axşam yeməyi olur, onu yeyirik belə. Bilmirəm, hamı da belədir ya, tək bizdə belədir. Günün bir yarısı səhərdən 1-ə kimi, 2-nin yarısına kimi nə eləmirsən, ondan sonra heç nə eləyə bilmirsən. Axşam gec uşaqlar yatanda biraz tez təmizləyirsən və yatırsan ya istirahət eləyirsən özün üçün. Burada da qəşəngcə hər yer yumuşam, təmizləmişəm xlorla. Ən sevdiyim odur ki, dəməstəsindən təmizləmək. Dəməstəsindən təmizlik eləyəndən sonra rahat oluram. Bu tərəfə də bəzi yerləri təmizləmişəm. İstəyirəm bu bolqalarını da yum. Biraz çətinlik çəkirəm. Niyə? Çünki ruska yazıçnıyam. Ona görə biraz danışanda çətinlik çəkirəm. Amma istəyirəm ki, Azərbaycanca yazım. Niyə? Çünki mən baxanlar çox Azərbaycandandır. Bakıdandır bəlkə də. Ona görə də istəyirdim Azərbaycan dili də yazım bu səsləri. İnşallah siz bəyənərsiniz, like qoyarsınız, bir nəsə yazarsınız. Bu sadəcə məndə bilirsiniz nətərdir, hobi. Mən belə istirahət eləyirəm. Uşaqlar yatır, mən də səhər tezdən çəkirəm. Mən xoşum gəlir belə, mən baxıram belə videolara. Mən çox xoşum gəlir qablara, mebel baxmağa, qab baxmağa. Mən baxmıram. O insan nə geyinir, nə yeyir, nə yeyir, nə içir. Belə şeylərə baxmıram. Mən sadəcə qab, qacaq belə şeylər xoşlayır. Mebel, evin obstanovka nətərdir, belə şeylərə baxıram. Xoşum gəlir. Bax, belə qəşəng təmizləmişəm. İndi gedirəm, oğlumun dalınca getməliyəm. Uşaqları buraxırlar, saat 12-də buraxırlar.
gedim onu gətirim, sonra qızını aparım belə. Uşa gedirəm çöllərə. Gəlmişəm oğlumu aparmağa məktəbdən. Baxın, nə qəşəng yaşıllıqdır. Burada oturub çay içməyə, pendir, çörək, pomidor yeməyə o kadar istəyərdim ki. Amma burada oturmaq bizə nə icazə verirlər, nə vaxtı var. Burada mən evə girmişəm, gedirəm qızımı aparmağa. Qızını aparıb girmişəm Semraya. O çox xoşum gəlir bu mağazadan. Qabları deyirəm, axı sizə qabları baxmağa vəbşi çox xoşum gəlir. Bu balaca qablar elə xoşum gəlir ki, amma həmişə fikirləşirəm ki, alıb ora nə qoya bilərəm ki mən. Baxın, belə gözəlliklər var burada. Çox qəşəng qablar olur Semrada. Buradan çox şey alıram. Çox şey alıram deyəndə xoşuma nə gəlirsə onları arada belə olur ki, alıram. Amma mən başqa şey üçün gəlmişdim. Mən nə üçün gəlmişdimsə o yox idi. Mən burada bir dəfə görmüşdüm ki, reklamda bunların qablar var. Yanından da belə limon figura zad olan keramический qablar var. Onları görmədim. Onları istəyirdim yaxından baxım. Burada mən evə gəlib, bu mənim çıxışımda dərs zad oxumuşuq. O yerləri sizə çəkmədim. Gidirik, uşağı aparıram, oğlumu idmana aparıram. Bunu idmana qoyub, gəlib qızımı podqotovkaya qoyaram. Onların 9-cu siniflərdir. Ayın 5-i imtahanları var, sınaq imtahanlar. Birinci qorxuram. Nəsə çox, mən ondan çox qorxuram. O qədər də mənim qədər vecimə almır, amma mən qorxuram, çünki mən bilirəm də 9-cu sinifdir. Ən belə vacib sinifdir demək olar ki. Baxın, nə qəşəng gün, bu gün elə qəşəng gün ki, belə gedirəm, qızımı da alım marketə, yenə marketə girirəm, qızlar, bilmirəm, gündə nə qədər evdən çıxıramsa, o kadar da marketə də girirəm. Bilmirəm, həmişə nəsə lazım olur. Maşallah, uşaqlar da yeyirlər. Demirəm ki, onlar yemir. İştahla yeyirlər, nə alıramsa, nə hazırlayıramsa. Amma yenə də özümü marketdə görürəm. Bir də görürəm ki, mən marketdəyəm. Gəldim, balıq istədilər məndən kapçonu. Dedim, onsuz da birazdan yaydı, yeməyəcəyik. Mayda biz kapçonu balıq o kadar da yemirik. Gəldim evə, lavaş aldım, təndir çörəyi aldım, 2 banka qatıq aldım, zelin aldım, soğan, göy soğan aldım, xiyar aldım, göy, bir də kapçonu balıq aldım. Axşam yeməyi hazırlayaram, sonra da hamı evə gələr, biz də yeyib istirahət eləyərik. Bunlara 15 manat vermişəm. Maşallah da hər gün marketə gidirik, harcayırıq. Allah hamıya versin ruzu bərəkət. Belə bir axşam yemək hazırlamışam, kartof, balıq, nə varsa evdə hər şey qoymuşam. Və keçirik qab yumağa. Ən sevdiyim an budur. Bilirəm ki, indi qabları yuyacağım, mətbəx hər şey tərtəmiz eləyib, gedirəm istirahət eləməyə. Qabları yuyuram buradan. Sizinlə sağollaşıram. İnşallah siz də bəyənərsiniz, yenə də nəsə yazarsınız. Sağ olun, salamat qalın. Hamıya can sağlığı arzulayıram. Hamının evdə həmişə bərəkət olsun və belə nətər deyim, sevgi olsun, bir-birinə inan olsun belə. Çox sağ olun, salamat qalın.